Herkese salam. Səs necə gəlir? Bir dənə zəhmət olmasa deyin. Mikrofondan çünki danışıram. Salam, salam. Səs necə gəlir? Çox sağ olun. Uzun zamandır canlı açmaq istəyirəm, amma vaxt azlığından açmaq olmur və inanın ki, həqiqətən çatdırmırdım. Bugün də çatdırmırdım. Amma dedim ki, bugün də açmasam, mən artıq yalancı çıxacağım sizin qarşınızda. Ona görə hər birinizə təşəkkür edirəm. Belə deyim də, bu canlıya öncədən hazırlaşmadım. Düşündüm ki, bədahətən mənə hansı informasiya gələcəksə, onu da sizlərlə bölüşüm. Bilmirəm, istəyirsiniz bir mövzu atın ortaya, onu müzakirə eləyək. Ümumiyyətlə bir qlobal bir mövzu olsun, yəni sizi maraqlandıran bir mövzu olsun. Yəni çünki sual-cavab çox eləməyəcəm. İstəyirəm, yəni özünüz bilirsiniz ki, adətən mən izahları elə bir şəkildə eləyirəm ki, daha sonra heç suala ehtiyac qalmır. Bilirəm ki, hər biriniz 2026-cı ilin çox dəhşət səbirsizliklə gözləyirsiniz, içimən qarışıq. Və mən xərçəng bürcüyəm. Xərçəng bürcülərə də dəhşət dərəcədə bolluq, bərəkət deyilib. İndi gözləyək. Yəni o qədər belə eləyəcəklər. Axırda mən də gedib bu astrologiyanın artıq yəni astrologiya başlayacağam oxumağa və ya işləməyə ondan. Çünki astrologiya da mənə çox maraqlı gəlir. Əlbəttə ki, onun da təlimini almışam, amma hal-hazırda numerologiyanı çox ciddi şəkildə öyrəndim və bilirsiniz ki, onun seminarı keçiriləcək bizdə yanvarın 16-sı. Və onu da qeyd edeyim ki, o seminarda belə deyim də, yəni böyük bir təlimə çağırış olmayacaq. Yəni ay 20 manatlığa gəlin, daha sonra mən sizə 300 manatlıq təlimə deməyəcəm gəlin, yəni qəti şəkildə. Ona görə narahat olmayın və 20 manata mən sizə öz kodunuzu hesablamağa öyrədəcəm. Onunla necə hərəkət eləmək lazımdır, necə yaşamaq lazımdır, o haqqda danışacağam. Ona görə düşünürəm ki, çox faydalı olacaq. Cəmi 20 manat olacaq. O da ki 16 yanvar olacaq. İndi hal-hazırda bizim kodlamalarımız aktivdir. Kodlamalardan yararlanın. Çünki mən biraz intuisiya insanıyam. Bir də gördünüz, dedim ki, kodlamaların satışını dayandırdım. Yəni məndən nə gözləmək olar? Nə istəsəniz gözləmək olar. Tamam, bir dəqiqə, bir saniyə. 2026-cı il çox möhtəşəm bir enerjilərlə gəlir. Çox sağ olun qızımıza buradan salamlar. Çox təşəkkür edirəm. Çox möhtəşəm bir enerji ilə gəlir. Bilirsiniz ki, ildən ilə, əsasən də 2012-ci ildən sonra yer kürəsi möhtəşəm bir titreşimdədir. Və bu titreşimdə bizim hər birimizə təsir edir. Əgər bir insanın üzərində işləmirsə, müəyyən bir sualların cavabını hələ də tapmırsa, 2026-cı ildə sizlərə çətin olacaq. Çünki aydınlanma dönəmi gəlir və insanlar artıq başa düşürlər həyat nədir. Ümumiyyətlə, dostlar, mən astroloq deyiləm. Yəni, kimlər ki, astrologiya ilə maraqlanır, onlara müraciət edin. Çünki mən özümü astroloq kimi təqdim eləməmişəm və bürclər haqqında nəsə danışmağımda düzgün olmaz. Yəni, bu işin professionalı olmalıdır. Mənim işim sizlərə ümumiyyətlə 2026-cı ilin titreşimi haqqında danışmaqdır və ümumiyyətlə insan nədir, yer kürəsinə niyə gəlir, nə üçündür bütün bu əzab, əziyyət və s. Deməli, baxın, görək mənim içimdən sizə hansı mövzunu danışmaq gəlir. Nədən danışaq? Nə istəyirsiniz? Astrologiyadan başqa. Nə desəniz, onu da danışacağım. Təslimiyyət. Tamam. Təslimiyyət.
Dualar haqqında çox danışmışam. Dualar haqqında ağır qismət, talih. Tamam. Dualar, manifestlər, çətin karma. Okay. Baxın. Mənə sual vermirsiniz. Yaxşı. Çünki sual verəndə mən çatı bağlamaq istəmirəm. Sizin mənimlə olan kontaktınız mənim üçün çox önəmlidir. Mən çatı bağlamayacağam. Amma mənə sual verməyin çox xahiş edirəm. Çünki fikrim yayınacaq. İstər-istəməz görürəm çatı. Xoş sözlərə mən açığam və xoş sözlərə, xoş rəylərə mən açığam. Tamam, başlayaq. Bilirsiniz ki, mən başladımsa yavaş-yavaş artıq dərinliyə doğru gedirəm. Toplu dua olacaq belə. Gəlin qadın enerjisini hələ saxlayaq. Çünki qadın enerjisi üzrə hələ ki mən heç bir şey işləmirəm. Tak. Ya Allah. Allah Məhəmməd, ya Ali, başlayaq. İnsan övladı bu dünyaya gəlir. Yəni, Yaradanın izni ilə biz bu dünyaya göndərilirik ki, müəyyən bir dərslər keçək. Müəyyən bir dərslər dedikdə, əslində o dərslər deyil də, insan bildiyi şeylərin, şuuraltı şəklində bildiyi şeylərin, suallar yazmayın, çox xahiş edirəm. İnsan bildiyi şeyləri şuuraltı, məsəl üçün hər hansı bir bilim varsa, onları bu dünyada tətbiq eləmək üçün gəlib, təcrübə yaşamaq üçün gəlib. Biz deyirik ya, dərslər alırıq falan. Əslində bunun daha dərininə getsə, insan təcrübəni yaşayır. Mən özüm haqqında deyə bilərəm ki, Kəmalə Poladova çox mərhəmətli, çox mülayim, çox səbirli insandır. İndi sual yaranır. Mənim mərhəmətim, mülayimliyim və səbirli olmağım. Mən sadəcə sözlə bunu necə bilə bilərəm? Mən bunu bilə bilmərəm axı, düzdürmü? Mən gərək bu hadisəyə düşüm və mənim orada artıq mərhəmət olduğum, səbirli olduğum və mülayim olduğum üzə çıxsın. Üzə çıxmayana qədər mən insan olaraq özümü tanıya bilərəmmi? Mən kiməm? Ya yox, düzdürmü? Mən məsəl üçün 20 yaşıma qədər, 22 yaşıma qədər ata evimdə idimsə, mən orada daha basırıq, daha özünə güvənsiz bir insan idim. Çünki mənim orada xüsusi bir liderlik xüsusiyyətlərim var idi, xüsusi bir emosiyalarım var idi, xüsusi bir bəlkə də aqressiyam var idi. Mən orada özümü göstərə bilmirdim, tətbiq eləyə bilmirdim. Çünki mühit o deyildi. Mən gəldim, ailə həyatı qurdum və həyat məni o yana, bu yana vuraraq mənim içimdə olan səbrim, mənim içimdə olan bəlkə də mərhəməti, bəlkə də bəzən aqressiyamı, bəlkə də bəzən hırslı olduğum hamısı başladı bir-bir ortaya çıxmağa. Niyə? Çünki zaten onlar mənim içimdə var idi və mən insan olaraq bunları yaşamaq üçün göndərilmişəm. Yəni mən bunu təcrübə olaraq göndərilirəm ki, yəni bu insan bu təcrübəsini ortaya çıxartsın. Biz bəzən deyirik ki, insanlar pisdir, kimsə aqressivdir, kimsə hirslidir, kimsə nə bilim nədir. Məsəl üçün, bir misal olaraq, əgər maraqlıdırsa sadəcə yaza bilərsiniz ki, maraqlıdır, maraqsızdırsa canını tərk edə bilərsiniz. Əlbəttə ki, azad iradəni heç kim ləğv eləmir və azad seçimi. Azad seçim haqqında da yadıma salın, danışacağam. Mən insan olaraq, siz məni görürsünüz, düzdürmü? Yəni Kəmalə olaraq, Poladov olaraq videolarıma baxırsınız, canlılarıma baxırsınız. Kim üçünsə mən xoş, mülayim bir insan obrazı yarada bilərəm. Kimin üçün isə mən əsəbi, hirsli, özünə razı obrazı yarada bilərəm. Kimin üçünsə mən egolu ola bilərəm. Kimin üçünsə mən çox aşırı dərəcədə depressiv bir insan ola bilərəm. Hər bir insan mənim fərqli tərəflərimi görür. Məsələn, keçən dəfə bizim bir qonşu qrupumuz var idi və qonşu qrupunda mən orada bir söz dedim, orada bir söz dedi və mən artıq ikinci dəfə öz sözümü sərt bir şəkildə dedim və bütün qrupa bir xanım mənə yazdı ki, siz niyə bu qədər aqressivsiz hamıya qarşı? Mən saxladım, çıxdım qrupdan, oturdum, fikirləşdim, dedim Kəmalə, nə məsələdir? Sən niyə aqressiv görsəndin? Çünki bu sözü mənə çoxdan da deyən yox idi. Daha sonra getdim marketə. Orada kassadakı qız məni əsəbləşdirdi. Mən də ona sərt bir söz dedi. Dedi, xanım, siz çox əsəbisiz. Mən yenə gəldim, bunların hamısını düşündüm. Mənim həm əsəbi üzüm var, mənim həm aqressiv üzüm var, mənim yeri gələndə egolu üzüm var, yeri gələndə egosuz üzüm var. Amma mən buyam. Bildiniz nə demək istəyirəm? Mən ya aqressiv, ya mülayim,
ya sözünü deyə bilməyən, ya üzr istəyirəm sözümə görə, bəlkə də hardasa hayasız öz övladına görə bir ana ola bilərəm. Amma toplumda mən necəyəmsə, mən əgər özümü tanıyıramsa və mən öz hisslərimi tanıyıramsa, mən artıq deməli özümü tanıyıram. Mənim mənfi tərəfim də ola bilər, mənim müsbət tərəfim də ola bilər, mənim kinli tərəfim də ola bilər, mənim kinsiz tərəfim də ola bilər. Elə insan ola bilər ki, mənə elə bir yerdən toxunsun ki, elə bir yaralı yerimdən toxunsun ki, mən ona 7 qat cavabını verə bilim və o gedib orada burada deyəcək ki, mən Kəmaləni tanıdım. O çox əsəbi və göründüyü kimi deyil. Demək ki, o mənim o üzümü tanımalı idi. Bura qədər aydındır. O mənim o üzümü tanımalı idi. Əgər biz bu işlə məşğuluqsa ki, insanların çoxu elə düşünür ki, yəni biz sadəcə mülayim olmalıyıq və sadəcə hər şey möhtəşəm olmalıdır. Yox, elə deyil. Və yəni bu mənim bu tərəfimdir. İnsan tam olaraq nə yaşadığını, harda yaşadığını, mən hal-hazırda bu situasiya ilə nəyi keçirəm, bunu oturub biz necə özümüzü analiz etməyi bacarmalıyıq. Mən öz hisslərimi əgər bilirəmsə və bütün dünya gəlsə mənə desə ki, sən yanlışsan, amma mən öz doğrumu bilirəmsə, bu artıq özünü tanımaqdır. Baxın, amma və lakin bəzən olur ki, indi sosial şəbəkədir, açıq dostluqdur, YouTube'dur, Instagram'dır, deyəsən TikTok'da da mənə yükləyib cinara, hər yerdə varıq, düzdürmü? Hər kəs mənim üçün, ay nə gözəl, ay super bir insan deməyəcək axı, düzdürmü? Kimsə mənə deyəcək rus sözlərindən çox istifadə edirsən. Kimsə mənə deyəcək savadsızsan. Kimsə mənə deyəcək eyni şeyi danışırsan. Kimsə mənə deyəcək cahilsən. Kimsə mənə deyəcək ki, sən dinə zidd danışırsan. İndi sual yaranır. Mən o sözləri dinləməliyəmmi? Yoxsa yox? Yadınızda saxlayın. Biz bəzən deyirik ki, bizim dilimizdə biz deyirik ki, biraz aktiv olun chatda dostlar. Biz bəzən, çünki sizin aktivliyiniz mənə daha çox informasiyanı açır. Yəni mən sizə artıq onları təqdim etmək istəyirəm. Biz deyirik ki, bizim yəni dildə şuuraltı ilə işləyənlər, sənə əgər hər hansısa bir söz təsir eləyirsə, buna mən cavab verim. Sizdən 2 kodlama almışam, amma heç təsirini görməmişəm. İnanın, mən 24 noyabrdan kodlamaları aktiv eləyəndən hər gün 500-600 nəfər kodlama alır bizdən və onun 90% möhtəşəm nəticə görür. Əgər nəticə görmürsünüzsə, deməli biraz daha uzun müddət dinləyin. Çünki o nəticə verməsəydi, mənim bu qədər satışım olmazdı. Və bu qədər istəyən olmazdı. Çünki alan yenidən alır. Yəni mən kütləyə əsasən baxıram. Əgər sizə təsir eləmirsə, bir neçə dəfə yenə də dinləməyə davam edin. Bizim dildə deyirlər ki, sənin əgər o kod sənə təsir eləyirsə, sənə dəyirsə, sənə toxunursa, sən baxmalısan ki, o sənin içindədir və nədir, filan. Düzdürmü? Bununla razıyam. Amma mən deyirəm ki, sizə deyilən hər bir negativ sözə altında bir şey axtarın. Hər bir negativ sözün altında bir məna var ki, o sizə deyilir. Kimsə sənə deyə bilər ki, saçların pisdir. Kimsə sənə deyə bilər ki, bu nə danışıqdır. Bildiniz necə? Otur düşün, adama çünki sərt eləyirsə, otur bir düşün ki, mənə bunu dedi də, niyə dedi? Siz necə analiz etməyi öyrənin. Hirsin qalxacaq, nifrətin qalxacaq, bəzən ego da qalxacaq. Deyəcəksən ki, sən kimsən mənə baş edəsin deyirsən. Düzdürmü? Yəni sənə kim ixtiyar verib? Sən mənə kimsə nəsə deyirsən, sənin heç biliyin o qədər deyil, dünya görüşün o qədər deyil. Bu mənim dediyim cavab egonun cavabıdır. Amma mən sizə deyirəm ki, sizə deyilən hər bir mənfi sözü oturun fikirləşin ki, bu mənə niyə deyildi? Nə üçünsə bu mənə deyildi, bu mənə elə belə deyilmədi. Deməli, mən burada bunu dəyişməliyəm. Deməli, mən burada nəsə eləməliyəm ki, bu mövzu açılsın və mənə artıq bu söz deyilməsin. Tamam.
Dostlar, mən sizə bir söz deyim. Bu həyat bizə bir dəfə verilir. Yəni reinkarnasiyadır falandır. Görməmişik, düzdürmü? Biz sadəcə müəyyən bir masterlər var ki, biz onlardan öyrənirik ki, yəni keçmiş həyatlar var və s. və ilə axır. Heç kəs elə belə bu dünyaya gəlmir. Yəni təsadüfi şəkildə bu dünyaya gəlmirsən. Və səni göndərən bu dünyaya yaradandır. Düşünmə ki, sən təsadüfi yolla bu dünyaya gəlmirsən və yaxud da anan bilmədən sənə hamilə qalıb, təsadüfən olub, hər hansı bir nə bilim, ayrılırdı, son gündə bildi ki, hamilədir və s. Yəni düşünə bilərsiniz ki, və yaxud da sizin valideynləriniz düşünə bilər ki, mən doğulmamalıydım, amma doğuldum. Belə bir söhbət yoxdur. Hər birimizin bu dünyada bir yeri var. Kimisə Amerikada doğulub milyardlar qazanmaq üçün yeri var. Kimisə Azərbaycanda doğulmaq üçün və bu ölkənin kodları ilə yaşamaq üçün yeri var. Mən əgər Azərbaycanda doğulmuşamsa, deməli Rəbbim buna icazə verib. Rəbbim bunu yazıb mənə. Və mən burada narazı ola bilərəm. Nə bilim, belədir, elədir, filandır, bişməkandır. Amma mənim burada alacağım varsa, mən artıq burada bu baş çıxartmalıyam. Burada oturub İnsanların çoxu 90% kimi dindirirsən, hər kəs hər şeydən narazıdır. Mən də Azərbaycanda yaşayıram. Mən bilirəm söhbət nədir, nədən gedir. Yəni göydən düşməmişik, düzdürmü? Pisləməklə rahatlıq tapırsınızmı? Onu pislədiniz, bunu pislədiniz, evlər qalxdı, produktlar qalxdı, onu elədi, bunu elədi. Olurmu bir şey? Yəni gedib evə rahat yata bilirsinizmi? Yox, əlbəttə ki, düzdürmü? Siz birbaşa qoşulursunuz ölkənin mənfi eqregoruna. Eqregor, mən demişəm, bir düşüncə toplusudur ki, və o artıq sizi başlayır somurmağa. Amma sən gedib pozitiv eqregora qoşulacaqsansa, ölkə haqqında yaxşı bir şey düşünəcəksənsə, ailən haqqında, nəslin haqqında yaxşı bir şey düşünəcəksənsə, o zaman sən artıq bu ölkənin yaxşı tərəflərini görməyə başlayacaqsın. Məsəl üçün, mən polis belə görəndə, məsəl üçün, maşını falan saxlayanda, mənim qabağıma həmişə mərhəmətli polis çıxır. Həmişə. Və kimsə mənə deyəndə ki, mərhəmətsiz polislərdir, mən belə təəccüblə baxıram ki, əslində yəni təəccüblə deyil də, sadəcə deyirəm ki, o mənim qabağıma çıxmır. Çünki mən onları yaxşı görürəm. Əvvəl soruşsanız ki, mən necə görürdüm? Yox, mən əvvəl onları sizin kimi, yəni sizlər necə, mən də elə. Mən də sizlərdənəm. Yəni mən göydən düşməmişəm. Hər kəsin problemi var, ailə problemi var, nəsil problemləri var, nəsil karmaları var. Onlardan qurtulmaq üçün biz necə? Biz təzə-təzə bu işə başlayanda bizə deyirlər ki, o kodu işlə, bu kodu işlə, öz güvənsizsən, qadın enerjisisən, onu zırtı-pırtı, hamısını işləyərək, dostlar, siz o vaxt çatmayacaq, səbriniz çatmayacaq, tükənəcəksiniz. İnsan birinci növbədə başa düşməlidir ki, sən ali varlıqsan, qutardı, getdi. Sən bir dənə hal-hazırda gözünüzü yumun və düşünün ki, sənin içində yaradanın qığılcımı var, bir hissəsi var. Yəni şax damarına yaxın olan bir hissədir. Bu nə olan bir şeydir? Bu nə möhtəşəm bir şeydir. Sənin düşündüyün ki, biz niyə insanlardan yanılırıq? Biz niyə insanlardan ağır dərslər alırıq? Biz niyə onlardan heç cürə çıxa bilmirik? Çünki mən o insanı Allahın yerinə qoyuram. Bəli. Nə deməkdir? Mənim qaynanam pisdirsə, mənim qaynanam yox, ümumiyyətlə ölkədə mənim qaynanam yaxşıdır, şükürlər olsun. Çünki onu da sonra yozurlar. Arvadın qulağına çatar. Yəni, mənim qaynanam pisdirsə, mən çoxumuzun işlətdiyi söz nədir? Çoxumuzun işlətdiyi söz odur ki, müdür məni qabağa vermədi. Qaynanam mənim həyatımı dağıtdı. Yoldaşım mənim həyatımı məhv elədi. O mənə icazə vermədi sizi qoşulum, sizinlə nə bilim kodlama alım, meditasiya eləyim, onu eləyim, bunu eləyim, mən olmayım, başqası olsun. O mənə icazə vermədi. Mən nə edirəm? Mən o insanı ilahiləşdirirəm və mən ona ixtiyar verirəm ki, bu insan mənim həyatımı idarə edir. Nəticə etibarilə nə olur? Mən onu ilahiləşdirdiyim üçün mən deyirəm ki, yaradan, qurban olduğum, mən səni hardasa bilirəm, hardasa güvənirəm, hardasa güvənmirəm. Sən özün bilərsən, sənin işivə çox da mən inanmıram. Amma mənim burada bir yoldaşım, qaynanam var. Elə bil onlar səndən daha güclüdür, əstəğfurullah. Və mən nə edirəm? Və yaradan bizi möhtəşəm yaradı. Yaradan bizi azad seçim və azad iradə qanununa əsasən yaradıb. Elə bilirsiniz ki, yer kürəsində bütün müharibələr bitməsinə, aclığın bitməsinə,
Nə bilim, Somalidə, Afrikada, Fələstində, hardasa uşaqların ölümünə, uşaqların aclıqdan pis günə qalmasına qurban olduğum qarışa mı bilməz? Siz elə düşünürsünüz. Mən elə düşünmürəm. Biz elə düşünürük ki, Allah görür, niyə qarışmır? Niyə? Yaradan bizi yaradıb. Əgər o bütün kosmosu, kainatı ucu bucağı yoxdur. Günəş sistemini yaradıb. Planetlər saniyə bə saniyə hər biri öz funksiyasını yerinə yetirir. Günəş oradadır, bu planet buradadır, bu planet buradadır, o buradadır, bu buradadır, bu buradadır. Biz o qara dəlik var idi, çornaya dıra bir ara söhbət gəzirdi ki, bizim günəş sistemimiz onun içinə gedir, ona doğru gedir. Oradan bizi qutaran kimdir? Kimdir oradan bizi qutaran? Yaradan. Biz isə deyirik ki, yox biz. Və yaradan bu qədər möhtəşəm olduğu halda o aclığı dayandıra bilməzmi? Və yaxud da müharibəni mi dayandıra bilməzmi? Dayandıra bilər. Hər şey eləyə bilər. Yer kürəsində bir saniyə içində əminamallıq, xoşbəxtlik, bolluq, bərəkət ola bilər. Amma o zaman sual verirəm sizə. Bizim onda insan olaraq bu dünyaya gəlməyimizdə missiyamız nə olacaq? O bizə azad iradə qanunu nə üçün verib? O belə əgər o qanunu pozmursa, o deyir sən özün seçim elə. Deyəcəksiniz ki, mən Azərbaycanda doğulmağımı seçmədim axı, bu qədər müharibə içində qalmışıq da neçə illər, düzdürmü? Yəni mən sizə bir söz deyim. Çox dərin bir sözdür. Kim səhv başa düşəcəksə, yəni çıxsın. Bizim şəhidlərimiz 90-cı illərdə və 2020-ci illərdə olan şəhidlərimiz. Nə qədər şəhid itirdik. Amma fikir verirsinizsə ya yox, müharibədən sonra ölkənin frekansı dəyişdi. Niyə? Çünki şəhidlərin əgər videolarına baxsaz, hər birinin üzündə nur var idi. Gözəllik var idi. Adam onlara baxdıqca baxmaq istəyirdin. Deyirdin, necə nurlu bir insandır. Onlar heç nə üstündə yox. Allah yolunda, torpaq yolunda özlərini təmənnasız fəda etdilər. Onlar düşünmədilər, mənim ailəmə, mənim uşaqlarıma dövlət pul verəcək, verməyəcək. Onlar heç nəyi düşünmədilər. Yəni burada sevmir demirəm ha. Amma torpağa olan, Azərbaycana olan, ölkəyə olan o möhtəşəm, necə deyim, predanost deyirlər də o, bağlılıq hissini onlar özlərini qurban verdilər. Qurban verdilər və ondan sonra ölkənin hörməti artdı. Ölkənin dəyəri artdı. Və biz bilmirik Fələstində və yaxud Yaprayvana. Prичем тут Fələstin? Biz Fələstindən danışmırıq. Bir fikirləşin bil mən nə danışıram da. Mən başqa bir şey danışıram axı. Fələstin tut prичем. Fələstinin başqa bir karması var. Afrikanın başqa bir karması var. Bizim başqa bir karmamız var. Amerikanın başqa bir karması var. Hər ölkənin biz karması var. Mən Allahın işinə qarışa bilmərik biz. Biz oturub elə deyirik, Fələstində Allaha olunan dualar qəbul olunmur. Nə bilirsiniz qəbul olunmur? Hardan bilirsiniz qəbul olunmur? Sən o insanla Allahın arasına girmisən, nə bilirsən? Yəni, ölkəni qaldırdılar. Onlar hansı nəsildəki şəhid var? Onlar həmin o nəslin bütün zirzibillərini təmizlədilər. Hamısını təmizlədilər. Yəni deyə bilərsiniz ki, hə biz görmürük falan. Bu kütlə üzrə oldu. Böyük bir şey oldu və biz bunu yaşamalıydıq. Müharibə vaxtı gördünüz ölkə necə bir oldu. Yəni
dəhşət bir frekans qalxdı ölkədə. Ona görə dostlar, yəni düşünməyin ki, mən bu ölkədəyəm, nə bilim nə, mən istəmirəm falan. Biz Allahdan çox bilə bilmərik. Biz niyəsə özümüzü çox ağıllı sayırıq. Oturub Allahın işinə qarışırıq. Falan yerdə niyə bu oldu ki? Bəs falan kəs dua elədi, qəbul olunmadı. Sən onu dua eləyəndə onun yanında idin. Hə, yox, yanında deyildin. Sən o nəsə deyəndə və yaxud da təslim olanda insan var. Mən sizə bir söz danışım. İnsan var ki, 7-24 dua eləyir. İnsana təslimiyyəti yoxdur. Mən bu hekayəni ödənişli kursumda danışdım. Bir qadın var idi 3 il bundan öncə. Təslimiyyət deyirsiniz. Mənə müraciət elədi ki, mənim oğlum 40 gündür rəhmətə gedib. 40 gün rəhmətə gedib və mən onun ölümünü qəbullana bilmirəm. Mənə kömək eləyin, seans eləyək. Nəysə, bu sözləri mənə yazandan sonra mən də uşaq adı gəldi, mən pis günə qalıram. Karvalol içmişəm, valeriyanka içmişəm, onu içmişəm, bunu içmişəm. Nə gündəyəm. Oturmuşam qadından üzə və hazıram ki, indi başı ağlayacaq, nə bilim nə, mən onu necə sakitləşdirəcəm, nə deyəcəm. Qadınla seans açmışam. Kəmal xanım, necəsiz? Bir duruxdum qaldım. Deyirəm, yaxşıyam, çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyam, şükür. Qadının dilindən şükür sözü düşmür. Qadının mənim düşüncəmlə, indi açıq danışacağım sizə. Bəlkə mənim gözümdə elə idi ki, əxlaqında mı problemi var? Nə bilim, nəyində mi problemi var? Bu nə görgüsüz qadındır, oğul bastırıb. Hər iki sözündən bir deyir şükür. Qadın nə dua bilir, qadın nə namaz bilir, qadın nə oruc bilir. Amma yaradan onun ürəyinə görün necə deyirlər, su səpib. Niyə? Çünki qadın təslimiyyətdədir. Və mənə dedi ki, belə bir söz dedi. Dedi, Allah onu mənə verib, Allah onu məndən aldı. Bəlkə böyüyüb daha pis insan olacaqdı. Mən deyir, onun ölümünü qəbul eləmişəm. Mən öz həyatımı sadəcə qurmaq istəyirəm. Mən şokda. Düzdür, indi belə bir insan görsəm, mən şokda olmayacaqdım. Mən onda şokda. Dedim, yəni siz qəbul eləyirsiniz də onun ölümünü. Dedi, hə, Allah rəhmət eləsin. O mənim oğlum olaraq qalacaq. Amma mən dedi, Allahın işinə qarışa bilmərəm. Düzdür, sonra başladı gic-gic danışmağa. Nəsə, başqa bir şeylərə söhbət getdi. Yəni, orada artıq oğlu biz buraxmışdıq. Sözüm nədir? O qadını yeridir burada. Garderob store. Yeridir bu. Qadını kütlə qınayacaqdı. Düzdürmü? Qadını kütlə deyəcəkdi ki, bu necə anadır ki, oğlu ölüb və onun vecinə deyil. Çünki qadın saçı kraskalı falan tam rahat bir şəkildə oturmuşdu mənim qarşımda. Qıraqdan baxanda, mən özüm də 3 il öncə, mən şokdaydım. Və bir çox kütlə o tip qadınları qınayırıq. Özümüzdən aşağı görürük. Mən olsam, mən övladım üçün falan. Amma insan təslimiyyətdədir. Onun ruhu səndən, məndən, o birisindən daha yüksəklərdir. Buradakı yaşayışı çox da yüksək olmaya bilər. O, onun öz seçimidir, onun öz həyatıdır. İnsan burayla, 40 gün idi ölmüşdü. Burayla, yaradanla bağlıydı. Qadının ağzından Allah sözü və şükür sözü düşmədi. Mən şokdaydım. Bilirsiniz necə? Yəni, bəzən bizim səviyyəcə aşağı gördüklərimiz bizdən daha üstün ola bilərlər. Sən onları aşağıda görə bilərsən. Sən onları deyə bilərsən ki, o pisdir, o nə gündədir, o özü belədir, filandır, o arsızdır. Düzdürmü? Amma biz nə barbar bağırırıq? Biz deyirik ki, sənə verən də Allahdır, alan da Allahdır. Sən burada təslim olmalısın. Mənim 3 balam var. Allah hamının balasını saxlasın. Xəstələnəndə mən özümdə olmuram. Allah göstərməsin onların birinə nəsə olsun.
Mən o təslimiyyətdə ola biləcəmmi, ola bilməyəcəmmi, heç onu təsəvvür belə istəmirəm. İstəmirəm. Yenə deyirəm, elə insanlar var ki, yaşayıb və deyir, mən qəbul eləyirəm. Mən şəxsən onlara çox möhtəşəm bir ruh olaraq və sayıram və çox böyük də hörmətim var. İnsan duaya gəlməzdən öncə, mən hər zaman deyirəm, varlı insanların Allaha təslim olmağı çox asandır. Çox. Sənin pulun var, evin var, sağlamlığın var, gözəl həyat yoldaşın var, möhtəşəm hər şeyin var, yağ üstə gedir. Və sənə oturub kimsə Allahdan danışanda deyəcəksən, min şükür, min şükür. Varlı insana Allaha şükür eləməyə nə var ki? Düzdürmü? Problemi olmayan insan, övladı sağlam olan insana Allaha şükür eləməyə nə var ki? Heç də. Heç də. Çox asandır və onlar daim şükür içində olurlar. Yəni gedin varlı insanlarla danışın. Daxili xoşbəxt insanlarla, o artıq belə doğulub və deyir ki, mən xoşbəxtəm, mən Allahımla razıyam. Amma sən get bu sualı kənddə əri tərəfindən döyülən, işgəncə görən, 1 manata həsrət qalan, anası, atası ondan imtina eləyən və sənin oradan qəbrin çıxan deyən, kəfənin çıxan deyən bir qadına sual verin. Sual ver ki, və sənin Allahın necədir? Razısan Allahını? Görün o nə deyəcək? Bax, əsl imtihan da ondan başlayır. Sən o cəhənnəmin içində əgər yaradanı təslim olub onu tanıyırsansa, sənin həyatın bütün bu imkanlardan, varlılardan, xoşbəxtdən daha yaxşı olacaq. Amma biz onda nə edirik? Biz daha da düşürük. Biz başlayırıq onunla bununla müqayisə eləməyə. Cənnətdə hamı xoşbəxtdir. Və cənnətdə Allahı sevmək çox asandır. Sən cənnətdəsən, hamı Allahdan danışır, hamı xoşbəxtdir, hamı var dövlət, bolluq falan, hər şey. Hamı sağlam, hamı yaşayır. Sənin dərdin yox, bir şeyin yox. Sən gəl cəhənnəmdə, şeytanların içində tanı o Allahı. O zaman Allahın sənə verdiyi mükafat möhtəşəmdir. Çünki sən o boyda xaosun içində onu tanıdın. Baxın, bizə yazırlar. Dua elədim və yaxud da nə bilim, kodlamayı dinlədim, pis oldu mu? Mən atıram. Da eləməyəcəm. Dedim, da nə oldu? Da nə oldu? Sən əgər Allah sevmək üçün, sən əgər ona təslim olmaq üçün bir çaba eləmədinsə, bir oturub ağlamaqdan keçmədinsə, biz axı əmək verdiyimiz şeylərin qədrini bilirik. Mən əgər Allahı tanıyaraq heç bir əmək vermirəmsə, mən onun qədrini necə bilərəm? İnsanlara görmədik şeyə inanmaq, bilirsiniz, çox çətindir. İndi sual yaranır ki, Yaradan bizim gözümüzə niyə görünmür? Düzdürmü? Niyə biz onu görmürük? Qoy heç olmasa birimiz görək, bilək də nəyə inanırıq? Düzdürmü? Birimiz onu görə, birimizin də olsa ürəyimiz rahatlansın ki, mən onu gördüm və yəni o var. Belə bir deyim var ki, əgər yaradan insanların gözünə görünsə, məsəl üçün, mən onu ağac formasında görürəm. Kimsə gələcək, deyəcək, mən onu işıq formasında görəcəm. Kimsə gələcək, deyəcək ki, mən onu ulduz formasında gördüm. Biz 3 nəfər oturub söhbət edirik. İnsanıq. Egolarım var, egom var. Hardasa özgüvənsizliyim var. İnsanam, mənfi və müsbət emosiyalarım var. İnsanam. Mükəmməl deyiləm. Mükəmməl olsam mənim burada işim yoxdur. İnsanam. Zaten yaradan məni bu cür yaradıb ki, mən bu dərsləri keçim. Falan kəs deyəcək ki, mən Allahımı gördüm, ulduz formasındaydı. Mən deyəcəm, sənin gördüyün Allah deyildi. Sənin gördüyün başqa bir şeydi. Mənim gördüyüm Allah idi. Çünki mən onu ağac kimi gördüm.
O sözü deyəcək, siz ikiniz də səhvsiz. Sizin ikinizin də gördüyü başqa bir şeydir. Mənim gördüyüm düzdür. Çünki mən onu işıq kimi görmüşdüm. Və təsəvvür eləyin ki, yer kürəsində nə qədər insan var? 8 milyarddan çox insan var. Məsəl üçün, hal-hazırda yaşayan insanlardan söhbət gedir. Və hər biri bir-birinə inandırır və sübut eləyir ki, kimin Allahı daha doğrudur. O zaman Allahın müqəddəsliyi və möhtəşəmliyi hara getdi? Biz insanlar onu dəyərsizləşdirdiksə, Allah dəyərsizləşdirilirmi? Yox. Ona görə də bizim missiyamız var olan, amma gözə görünməyən həmin o möhtəşəm enerjini hiss eləmək və ona təslim olmaq. İnsan bir işə başlayanda sıxılmırıq. Davam edeyim. Başqa suallar yazırsınız ona görə. Bilməm, bəlkə sıxılırsınız. Şükür. Mən 3 il bundan öncə keçdiyim qadını qınadığımı demədim axı. Siz mənə səhv başa düşdünüz. Mən başqa şey danışırdım. Mən onu qınadığımı dedim. Yox axı, mən başqa şey danışırdım axı. Mən onunla əslində o mənə böyük bir dərs verdiyini göstərirdim. Siz bir iş görmək istəyirsiniz. Qabağa getmək istəyirsiniz. İstəyirsiniz ki, aya bir 5 min, 10 min, 50 min, 100 min qazanasınız. Yəni 1 milyon qazanmaq istəyənlər var, düzdürmü? Sən bir işə başlayırsan. Gəlsən oxuyursan, gəlsən kompüter kursuna, gəlsən ingilis dilinə, gəlsən fransız, ispan, kitay dilinə. Fərqi yoxdur. Gəlsən öyrənsən. Gəlsən o işə, gəlsən bu işə, gəlsən buna, gəlsən buna, gəlsən alınmır. Alınmır. Başlayırsan dirənməyə ki, niyə alınmır? Daha sonra buraxırsan hər şeyi, özündən də asılı olmadan və deyirsən ki, bilib çıxmasın, tüpürüm hər şeyə, mənə heç lazım da deyil və oturursan evdə və görsən ki, sənə başlayır olmayan yerdən təkliflər gəlməyə, olmayan yerdən qazanclar gəlməyə. İnsan var tanıyıram ki, hal-hazırda mod düşüb axı, pul qazana bilmirsənsə, günah özündədir falan filan. Gecə-gündüz oxuyur. Eləmədiyi, oxumadığı bir kitab yoxdur. Hər şeydən başı çıxır. İşləyə bilmir, pul qazana bilmir. Çünki sizin pul qazanmağınız, xoşbəxt olmağınız, imkanlı, bolluq içində yaşamağınız, yoldaşınızla möhtəşəm münasibətinizin olmağı bir tək Yaradanın izni ilə əlaqədardır. Bunu yadınızda saxlayın. Sizin qazandığınız o 1 manat onun izni iləndir. Əgər o izin sənə verilmirsə, ki verilmir ona görə ki, sən hələ o 1 manatı düzgün xərcləyə bilməyəcəksən və yaxud da onu düzgün istifadə edə bilməyəcəksən. Sən bu yoldan keçməlisən ki, o 1 manat sənə gəlsin. Ancaq onun açdığı yolla sənin ailə münasibətində düzəlir. Sənin pulun da düzəlir. Mən insan tanıyıram. Oturub, nə dil bilir, nə kompüter bilir, nə məsəl üçün də orta, nə heç nə maraqlanmır. Sadəcə hər nədənsə başı çıxır. Elə bir şirkətdə işləyir ki, aya 10 min pul qazanır. Deyir, valla bilmirdim, heç nətər oldu, heç bilmədim. Deyir, oturmuşdum evdə, bir də gördüm, təklif gəldi. Heç valla deyir, ora CV də verməmişdim, elə belə. Təklif gəldi, deyir, mən də getdim. Deyir, mənə də qəbul elədilər. O təklifi sənə göndərən kimdir? Yaradan. Düzdürmü? Sən, sizin uğurunuz, sizin biliyinizə, sizin savadınıza dirənmir. Bunlar olmalıdır. Yəni, mən də vaxtında oxumasaydım, mən də burada danışa bilməzdim. Düzdürmü? Söz ehtiyatım olmazdı. Bunlar olmalıdır. Bunlar sadəcə nələrinsə sən haradasa kütləyə danışıb öz fikirlərimi bildirmək üçündür. Amma
Bir tək o sənə o kanalı açır ki, sənin qarşıva normal insan çıxır, sən xoşbəxt olursan, hər şeyin yağ üstə gedir. Bir tək o. Baxın, balalarımızı göndəririk məktəbə, kursa. Bu mənki də indi kursdadır. Gəlməlidir biraz da. Mən onu orada idarə edə bilirəmmi? İdarə edə bilmirəm. Mən Nihat üçün dəhşət qorxurammı? Dəhşət, o mənim yaralı yerimdir. Amma mən hər mənə qorxu gələndə mən bunun fərqinə varım. Dedim, ayol, mən sənə təslim eləyirəm. Bəlkə də hələ tam təslim eləyə bilmirəm, amma mən sənə təslim eləyirəm. Sən onu qoru. Sən onunla məni sınama. Sənə verirəm onu. Sən bil. Bir analar mənə başa düşər. Əsasən də travması çox olan uşaqlardır ki, biz onların üstündəəsirik. Yəni daha çox. Məsəl üçün keçən dəfə əkizlər, bilmirəm, biri yıxıldı, ağzından qan gəldi, biri nə oldu. Dayəsi deyir ki, bəs belə oldu. Elə deyirəm, mən heç nə olmaz böyük. Çünki keçmişəm bu etapları. Bildiniz necə? Buraxmaq və fərqinə varmaq. Başa düş ki, sən bax, mənim ən böyük yaralı yerim bu yer kürəsində mənim anamdır. Bilənlər bilir. Mənim hələ də ondan çözülməmiş bir problemlərim var. Bir də görürsünüz ki, mənə o qədər elə bir acı söz deyir ki, mən 7 qatıma keçir, mən oturan fikirləşirəm, nə üçün? Baxın, təslimiyyət nədir? Mən valideynimi necə bilirəmsə, necə bilmişəmsə, mən Allahımı o cür tanıyacağam. Bax, o deyirsiniz, mən əlimi açıb ondan nəsə istəyə bilmirəm, utanıram, layiq bilmirəm. Çünki vaxtında, gələk indi biraz başqa mövzuya, bizi valideynlərimiz bu şeylərə, gözəl şeylərə layiq bilməyiblər. Məsəl üçün, mənim anam həmişə deyirdi ki, mən olmasam sən heç kimsən. Və yaxud da sən mən dediyimi eləməsən əziyyət çəkəcəksən. Yəni, mən hər zaman borcluluq hissi ilə və günahkarlıq hissi ilə böyümüşəm. Mən Allaha oturub dua eləyəndə ilk dəfə, mən oturdum, fikirləşdim. Dedim, Allahın mənə borcu var. Xeyr, mən ondan niyə nəsə istəməliyəm ki? Bu mənə yaradan mənə bu həyatı veribsə, deməli, bir bildiyi var, elə mən bu həyatda da çürüyüb gedəcəm. Mən niyə ondan nəsə istəyə bilərəm? Axı, ondan heç nə istəyə bilmərəm. Məni yaradan təmənnasız istəyə bilməz axı. Necə istəsin? Axı, məni uşaqlıqda təmənnasız istəməyiblər. Bildiniz necə? Məni uşaqlıqda valideynlərim necə istəyibsə, mənim yaradanla olan münasibətim də o cür idi. Mən özümü, insanların problemi bilirsiniz nədir? Biz Allahdan nəsə istəməyə özümüzə layiq bilmirik. Çünki beyində kodlar gəlir. Anan sənə bu sözləri dedi, atan sənə bu sözləri dedi. Sən filan kəsin haqqına girdi, çünki hər kəs öz zibilini bilir. Mən o səhv elədim, mən bu səhv elədim. Bu qədər milyardlarla insan var, mənimi eşidəcək. Getdi şübhə, getdi. Çünki uşaqlıqdan dəyərsizlik hissi ilə böyümüşük. Çünki əsasən də 90-cı illər biz, yəni başdan ayağa biz travmayıq. Ha ki təmizdə. Görürsünüz, təmizləyirəm, bitmir. Yəni qutarmır. Adam var, bir seansa olur, hop, turp kimi. Mən illərdir seans alıram, hələ də məndə orada nəsə ilişib qalır. Mənə hər zaman deyiblər ki, sən bunu eləməsən, bu belə olmayacaq. Sən bunu zaslujit eləməlisən, layiq olmalısan sən buna. Mən hər zaman mamaya deyirdim ki, mama, görürsən mən varlı olmağa layiqəm. Deyirdi, hələ yox. Sən gəl, həmişə mənə deyirdi ki, sən gəl mənim 10 dənə ən böyük arzumu həyata keçir, mən xoşbəxt olum, ondan sonra sən də xoşbəxt olacaqsın. Mən otururdum, fikirləşirdim. Ay Allah, mən anamı necə xoşbəxt eləyə bilərəm? Mən ona nə deyim, zəng elirdim, padarka alırdım. Deyirdi, yox, mən padarka istəmirəm, onu istəmirəm, bunu istəmirəm. Ay mama, qurban olum, nə istəyir? Özü fikirləş. Və mən tapa bilmirdim. Tapa bilmədiyim üçün də mən burada mən düşünürdüm ki, mən anamı xoşbəxt eləyə bilmirəmsə, mən özüm necə xoşbəxt ola bilərəm? Mən
Mən ana atanın üstünə yıxdım. Tak, mənim sözlərimi indidən deyirəm. Bəzən belə rəyləri görürəm, siz də görəndə mənə deyin. Ayaq baş ayaq başa düşən insanlar dərhal bloka gedəcək. Çünki ruslar demiş, ya про Ivana, вы про Valvana. Mən başqa bir şey danışıram. Mən heç kimi günahlandırmıram. Çox xahiş edirəm. Mən indi çatı bağlayacağam, qalasız belə. Yəni belə deyim, kodlardır. Və mən məsəl üçün o günahkarlıq hissi, sənə görə oldu, sənə görə şey oldu. Və mən oturdum, fikirləşirdim. Deyirdim ki, mən anamı xoşbəxt eləyə bilmirəm. Mənim nə haqqım var ki, Allahdan nəsə istəyim. Çünki mənim ilk gördüyüm insan mənə, üzr istəyirəm sözümə görə, estağfurullah, müəyyən bir yaşa qədər mən Allah kimdir, nə deyir, hansı enerjidir, mən bilmirəm axı, düzdürmü? Gəlmiş 35 yaşımıza indi başa düşürük nədir? Başa düşürük ki, onun gücü nədir? Mən 10-12 yaşında, 15 yaşında mən balaca qız idim. Mən Şaxta babaya inanan qız olmuşam. Yəni 11-ci sinifə qədər mən Şaxta babaya inanmışam. Və mən orada harda Allahı tanıyıram, mən onu görürəm, onu hiss edirəm. Mən o xəbərim yoxdur. Mənim gözümdə mənim valideynlərim mənə yaradan kimi idi. Çünki onlar məni yaratmışdılar. Onların mənə dediyi hər bir doğru mənim həyati doğrularım idi. Mən onların üstündən keçə bilməzdim. Mən anamın sözündən çıxa bilməzdim. Mən özümü həmişə, mən çox yaxşı oxumuşam, həmişə sübut eləyirdim. Mama bax 5, amma bir dənə də 5. Gedirdim İngilis dilinə. TOEFL-un mən ən yüksək balını yığmışdım. IELTS var ya, IELTS imtahanı bilirsiniz də necə çətindir. Mən onun 8.5-ini yığmışam. Yəni mən İngilis dilində mənim kimi təmiz danışan yox idi. Mən yenə gedirdim işə. Mən yaxşı normal işə qəbul ola bilmirdim. Çünki niyə? Mən özümü təqdim eləyə bilmirdim. Niyə? Çünki deyirdilər ki, mənə deyirlər ki, səndən nə yaxşıları var? Sənin bildiyin nədir ki? Yəni budur. Və bundan çıxandan sonra təsəvvür edin bu xaosun içində mən oturub deyirəm ki, mən yaradanı hiss eləmək istəyirəm. Ya, siz adamın öz gülməyə gəlir ki, sən birinci ged onları çöz. Yaradana gedən yol bir o qədər möhtəşəm olsa da, bir o qədər də travmalı insan üçün çox çətindir. Çox çətindir. Düşünməyə mən indi danışıram o haqqda. Çünki o şeylər ucu keçib, ucu qalxmışam o etapdan. Mənə indi asandır. Hamısını qəbul eləmişəm. Və onu da qəbul eləmək çox çətindir. Sən oturursan, dua eləyirsən. Oturursan, bir kitabdır, çərəkəni açmısan, duaları da oxuyursan. Drınq gəldi bura. Sənin bu kiçik arzunu həyata keçəcək. Məsəl üçün, ev istəyirəm, maşın istəyirəm. Və yaxud da, utanmırsan, Allahdan bunu istəyirsən. Drınq, dayandı dua. Bir imkan ver, bir dəqiqə sus beynim sus. Beynimiz susmur. Və mən o susmayan beyinlə dua eləyirəmsə, mən hara dua eləyirəm? Mən o beynimin içindəki boşluğa dua eləyirəm. Bildiniz necə? Mənim o sözdüyüm söz məsələn İxlas oxuram. Qul huvallahu əhəd. Allahu səməd. Oxuyuram, düzdürmü? Onun hər hərfi bir titreşimdir. Nəyə görə bizim dualarımız, məsəl üçün deyirlər ki, öz sözünlə deyil də daha sonra o dualarla oxu ki, tez qəbul olunsun. Çünki onu illərlə, milyardlarla, trilyardlarla insan artıq Allaha müraciət edərək o duaları istifadə edirlər. Məsəl üçün, hər kəs Allaha müraciət edəndə deyib, qul huvallahu əhəd, Allahu səməd. Düzdürmü? Məsəl üçün, indi İxlası deyirəm. Çünki İxlas asandır. Onun hər qul belə sözündə belə 3 hərf olmağına baxmayaraq hər hərfin bir titreşimi var. Və mən o titreşimi hiss eləyə bilmirəm. Mən sadəcə oturam, qul vallahu əhəd, Allahu səməd, dınq getdi. Oxuyursunuz, yemək bişirə-bişirə, yolda gedə-gedə, elə oxumazlar o duanı. O duanı oturub oxuyursan və bir yerdə oturub oxuyursan ki, sənin beynin o susturulsun, o kodların orada və səndə başlasın bura açılmağa və o frekans ötürülsün ora. Bildiniz mən nə demək istəyirəm? Hər birimizin o kodları var. Hər birimizin. Mən də oturub fikirləşirəm, deyirəm ki, bu gəldi, bu belə oldu, bu niyə belə oldu? Dua səbir istəyir.
Sən əgər Allahdan bir şey istəyirsənsə, sən o istədiyin nədirsə ki, yüksək frekanslıdır, düzdürmü? Siz gedib bomj olmaq istəmirsiniz axı, düzdürmü? Ay Allah, mən aya 5000 qazanıram, elə 500 manat qazanım demirsiniz axı, düzdürmü? Sən 500 qazanırsan, sən deyirsən ki, mən 5000 istəyirəm. Sən 200 manatlıq işləyirsən, sən deyirsən ki, mən 20 minlik işləmək istəyirəm, düzdürmü? Aha, o 20 minlik iş sənin indiki frekansına uyğun deyil axı. Sən indi buradasan, dəbələnirsən, dın aşağıdasan. Gedirsən orada bitər, o sənə bir söz dedi, bu sənə bir söz dedi, hərə sənə bir söz dedi, ona şey eləyirsən və s. Dua başlayır səni təmizləməyə. Sən ata-anadan o gələn o inanclardan qurtulursan. İllərlə 30-40 ildir yığmısan belinə bir yük, onlardan təmizlənirsən. Qonşu sənə əyri baxdı, kimsə sənin adına söz çıxartdı, iraq olsun. Məsəl üçün, kimsə sənə şər atdı, sən kimisə paxıllıq elədin, sən kimisə ağlatdın, kimisə haqqına girdin. Axı, yüksək frekansda bunlar yoxdur. Sən isə istəyirsən ki, yüksək frekansda həyata 2x2 olaraq keçəsən. Həmən duaya başlamışam, mənim həyatım niyə dəyişmir? Sən başlayırsan təmizlənməyə, arınmağa. Çünki sənin istədiyin o nədirsə, yüksək frekansdır. Sən titrəşimin başlayır aktiv olmağa, çakraların başlayır aktiv olmağa. Kainat səni gör, filan kəs var. Görəsən nə istəyir? Hələ qoy qalxsın o. Qalxırsan, kainat sistemində sənin işığın başlayır güclənməyə. Çünki sənin dualarında olan hər bir hərf sənin titrəşimini qaldırır və sən oturub pəs etmirsən. Sən demirsən ki, mən bugün oxudum, sabah oxumuram, onsuz da alınmır və s. Sən deyirsən ki, oxudum, betər oldum, daha da oxuyacam. Oxudum, pis oldum, daha da oxuyacam. Və heç kimə qulaq asmırsan. Oxuyursan və nə vaxt ki sənin istədiyin o nədirsə, onunla eyni frekansda olduğundan hop, gəldi sənə tapdı. Bildin? İndi sual verirsiniz ki, mən bir dəfə bu sualı qoymuşdum, bir dəfə də qoyum. Biz sadəcə dua varkən niyə ancaq dua ilə şəfalanmırıq? Yəni dua var da, oturaq hərəmiz bir düstur oxuyaq, dırınq şəfalanaq. Düzdürmü? Niyə olmur? Niyə belə bir şey olmur? Niyə biz durub barbar bağırırıq? Niyə bu təlimlər var? Niyə bu elmlər var? Niyədir? Niyə? Nə üçün var? Çünki dua səni o uçurumdan çıxardacaq olan bir vasitədir. Çıxdın. Çıxdın, rahatladın. Amma qalan şeyləri sənin azad iradən var axı, azad seçimin var axı. Sən sadəcə dua ilə o biliklərə sahib olmursan. Sən ata-ana ilə əgər sıxıntın varsa, sən dua eləyirsən və sənin ata-ana ilə şəfalanmağın üçün bir yol açılır. Çünki niyə? Mən sizə bir sir açım. Yox, inanıb inanmamaqla deyil. Küskün insanlar, var elə insanlar ki, mən hamıdan küsmüşəm, mən hamıdan incimişəm, filan kəs mənim qəlbimi qırdı, filan kəsi mən həyatımdan sildim, insanlar bir köplük döyür, insanlar hamısı satqındır deyən insanlar var. Bəs yaxşı, insana yaxşılıq, insana pul, insana rahatlıq, insana xidmət hardan gəlir? Digər insanlardan gəlir də, düzdürmü? Niyə digər insanlardan gəlir? Çünki onların da içində Allahın hissəciyi var da, düzdürmü? Mən əgər insanlardan küsmüşəmsə, ata-anamdan küsmüşəmsə, bacı-qardaşımdan küsmüşəmsə, bibilərim, xalalarımdan küsmüşəmsə, insanlıqdan küsmüşəmsə, hamıdan demişəm, hamı bir köplükdür, bir dənə mənəm, ay Allah, ilahi işığa bağlanan deyirəmsə, o gözəlliklər mənə hardan gəlsin? Göydən? Necə olsun? Göydən cəmbil şey olsun ki, davay, filan axşam saat 6-da
Sahil metrosunun qabağında bir meşoq zəmbil olacaq deyirsən. Mən pulu hardan qazanıram? Sizlər vasitəsilə də, düzdürmü? Siz məni dinləyirsiniz, kodlama alırsınız və mən ondan qazanıram. Mən əgər desəm ki, insanlar hamısı bir köplüydür, amma mən kodlama satıram, bu necə olar? Necə olar da? İnsanların möhtəşəmliyini onların ən çirkli variantında görməyə çalışın. Sən əgər dua oxuyursansa, amma bu biliklərin, bu travmaları özün çözmürsənsə, o dua sənə bəlkə bir 10 ilə təsir eləyəcək. Eləyəcək, mütləq eləyəcək. Çünki elə bir şey yoxdur ki, eləməsin. Çünki dua möhtəşəm bir şeydir. Amma və lakin sən sadəcə biliklə qabağa getmək istəsən, ruhsallığı öldürsən, duanı qoysan bir kənara ki, mən özüm hər şeyi eləyəcəm. Mən oxuyuram, mən beləyəm, mən belə. Onda da müəyyən bir pilləyə qədər qabağa gedəcəksən. Amma egon səni sonunda sındıracaq. Sən əgər inkişaf eləmək istəyirsənsə, qabağa getmək istəyirsənsə, həm buranı dəyişəcəksən, düşüncələrini, həm də dua oxuyacaqsan. Bura niyə dəyişilir? Çünki beynimizdə bizim elektronlar var, neyronlar. Onlar bir-biri ilə cız eləyərək bütün olur. Elektromagnitное polе deyirlər ona. Elektromagnet sahə. Həmin o elektromagnet sahə məni o enerji ilə birləşdirir. Çünki mən enerji kainatında yaşayıram. Çünki enerji kainatında yaşamasaydım, Allahı fiziki bədəndə görə bilərdim. Əgər yaradan mənim gözümə görünmürsə, deməli o hardadır? O enerjidir. Dostlar, çox çətindir mənim dediklərim. Çox dərinə getmirəm. Əgər mən mələklər olsun, yaradan olsun, yəni yüksək frekanslı varlıqlar olsun. Siz mələyi görə bilirsiniz? Yox, mən görə bilmirəm. Bəzən gözümə görsənir, bəzən gedir. Allah'a estağfurullah görə bilmirik. Biz Allahı və mələkləri hiss eləyirik. Hiss. Hiss də hardan gəlir? Elektromagnet sahə bədənimizə siqnal göndərir. Elektromagnet sahə mənim bədənimə siqnal göndərir və mənim emosiyalarım qalxır və mən deyirəm ki, mən yaradanı hal-hazırda hiss eləyirəm. Mən onu görmürəm, mən onun səsini eşitmirəm. Amma mən bilirəm ki, mən hal-hazırda onu eşidirəm. Mələkləri mən eşidirəm. Mən hal-hazırda mənim mələklərim aktivdir, mən onu bilirəm. Mən bilirəm. Və mənim bu biliyimi heç kəs məndən ala bilməz. Tamam mı? Mən sualları indi cavablandırsam, mənim bütün fikrim yayınlanacaq. Ona görə mən patok gələndə danışmalıyım, dostlar. İstəyirsinizsə söhbəti bağlayayım, ancaq suallara cavab verim. Yəni mənim üçün problem yoxdur. Yəni verdiyiniz zaten suallar hamısı mənim sizə danışdıqlarımdır. Deyilənlərə görə gəlin mən danışım. Sonra qalxın bu sual cavab eləyər. Yaradanı insanlara 20-21-ci əsrin ən belə yaxın alimlərindən biri Einstein hesab olunur. Və o teoriya большого взрыва deyilən bir şey var. Yəni böyük partlayış nəzəriyyəsi. İnşallah ki düz dedim. Böyük partlayış nəzəriyyəsi eşitmisiniz də ki, həmin vaxt böyük partlayış olanda nəzəriyyə bütün kainat hissələrə bölündü. Planetlərə, ulduzlara və s. Onu Einstein, şimdi ona o biliklər gəlmişdi. Çünki Einstein birbaşa bizi Allah'a bağlayırdı. Və dedi ki, o yaradanın, o yaradanın özünü hissələrə bölməyi idi ki, o məndə olan hisslər hamısını mən yaşamalıyam ki, Tanrı bizim vasitəmizlə özünü
necə deyim, daha düzgün çıxsın, məni səhv başa düşməyəsiniz. Yəni tanısınmı deyim, biruzə versinmi deyim. Yəni onda olan o təcrübə insanlar sayəsində ortaya çıxsın. Yəni sənin yaşadığın bütün emosiyalar var. Bildiniz necə? Var, onda da var. Amma o mükəmməldir. Sən isə yox. Mən isə yox. Çünki mənim onun kimi mükəmməl olmam, mən bu etaplardan keçməliyəm ki, mən sonunda ona qovuşum və o mükəmməlliyimə qayıdım. Başa düşdünüz nə demək istəyirəm? Yəni siz də mükəmməlsiniz. O birisi də. Qonşunuz Gülçəhrə də mükəmməldir. Sizə cadu eləyənlər də mükəmməldir. Amma o mükəmməl olacaq o etapları keçəndən sonra və yaradana tamamilə həmişəlik qayıdandan sonra. Mən kiməsə pislik eləyirəmsə, mən o təcrübəni yaşamalıyam. Başa düşürəm, ölüm var, itim var, kimisə öldürmək var, kimisə haqqına girmək var. Amma bu mənim düşüncəmdə olan kiçik bir məxrəcə gəldiyim bir variantdır. Biz elə bilirik ki, məsəl üçün, necə deyim o sizə, Yaradan bizə seçim verir. Biraz ölümə gedək. Yaradan bizə seçim verir. Elə cavan insanlar var ki, xərçəng xəstəliyinə tutulur. Düzdürmü? Baxırsan, deyirsən ki, 20-22 yaşı var. Yəni uşaqlardan danışmıram, çünki o artıq karmadır. Uşaq onu yaşamalıdır. 20-21 yaşı var, 25 yaşı var. Xərçəngə tutulub. Baxırsan ki, deyirsən, niyə rəhmətə getdi? Uzana bilərdi də ömrü. Bir çox variantda o cür həyatlar ya öz üstünə nəyisə alır, ya da özü ölümü seçir şuuraltı şəkildə. Sən onu görə bilərsən ki, ayda bu yaşamaq istəyirdi, bu necə oldu, duası qəbul olunmadı. Amma onun duası qəbul olundu. Onun ruhu növbəti etapı keçməyə, bu dünyada ölməyi seçir. Nəslin belə mükəmməl ruhları var. Mənim bir tanışım var idi. Biz onunla uşaqlıq dostuyduq. Mən onu çox istəyirdim. Biz bir yerdə başladıq dua oxumaq. Mən dua oxuduqca rahatlayırdım. O dua oxuduqca başına gəlməyən qalmadı. Getdi oldu leykemiya. Mən burada heç yerdə danışmamışam bunu. Getdi oldu leykemiya. Mən özümə çox sual verdim. Çox araşdırdım. Dedim, niyə o dua oxudu və leykemiya oldu? Niyə oldu? Axı dua onu o leykemiyadan qutara bilərdi. Deməli, söhbət nədir? Söhbət, bu mənə artıq dərin meditasiyada gəlmişdi. Bir dəfə 10 saat oturdum və sırf bu sualı verdim. Çünki bu məni həqiqətən də yorurdu. Çünki mən duadan danışıram, ivdruk bu. Mənə 10 saatdan sonra bu cavabı gəldi ki, mən gördüm ki, o rəhmətə gedəndən sonra onun anası, qardaşı, bacısı, bəzi adamlar hamısı şəfalandı. Çox kasıb idilər, dəhşət, çox pis vəziyyətdə idilər. Orada elə bir nəsil kodu var idi ki, bu insana artıq o insan rəhmətə getdi 32 yaşında, 33 yaşında, missiya yaşına çatmazdan öncə. Missiyaya öncə artıq missiyasını tamamladı, çıxdı, getdi. Deməli, o artıq xərçəng olacaqdı, daha betər gündə bədəni çürüyəcəkdi, çox ağrılarla, dəhşət, leykemiya xərçəng, qan xərçəng. Yəni pis günə qalacaqdı və s. Yəni dəhşətdə bədən pis günə qalacaqdı. Amma o dua oxuduğuna görə o öz ölümünü asanlaşdırdı və özü də bilmədi ki, necə rəhmətə getdi və ondan sonra onun nəsli dirçəldi. Çünki orada ölümə qədər ağır bir lənət var idi. Ona görə mən hər zaman deyirəm,
hər dua oxuyan gedəcək, milyarder olacaq, dəhşət xoşbəxt olacaq bir şey yoxdur. Allahı sevmək, Allahı dərk eləmək, onun sənə ötürdüyü hər bir şeyi qəbul eləməkdir və bu çox çətindir. Sabah bizim gələcəyimizdə nə yazılıb biz bilmirik. Hər kəsin bir missiyası var bu dünyada. Sən düşünə bilərsən ki, sən missiyan sadəcə xoşbəxt olmaq, bolluq, bərəkət içində olmaya bilər. Sən özünü fəda eləyə bilərsən. Fəda eləməlisən ki, orada bir sikl var, orada bir puzzle var. O bərabərləşsin. Və biz bunun qarşısını ala bilmərik. O birbaşa oradan gələn bir sistemdir. Ona görə dəyişim gözəldir. Dəyişim çox möhtəşəmdir. Amma bunu qaldırmaq var. Və həmişə Allahdan xeyirlisini istəyin. Həmişə Allahdan sizə xeyirli nədirsə, onu nə olacaqsa, onu sizə rahatlıqla qəbul etməyinizi istəyin. Çox danışdım. Missiya yaşı 33. Yəni 33 yaşında adətən artıq missiya insanı tapmalıdır. Yəni adətən tapmırsa o artıq insanın üzərində işləməlidir. Yəni 33 yaş həmişə döngü yaşdır. Bu arada bizim kodlamalarımız var. Toplu dua. Toplu dua nədir? Yəni bu 7 manatdır dostlar. Alma vermə balansı üçün. Bugün alırsınız və axşam 22:00-da hamı dinləyir, alan hər kəs. Zaten bu hər kəsə göndəriləcək və qeyd olunacaq. O artıq dəhşət frekansdır və mən tez-tez belə eləyəcəm ki, toplu şəkildə hər kəs eyni vaxtda dinlənsin ki, o daha möhtəşəm versin. Hələ ki bahalı kurslara eləməyəcəm. Yəni hələ ki istəmirəm. Çünki düşünürəm ki, belə daha rahatdır mənə də, sizə də. Bir də rəqəmlərlə bağlı, rəqəmlərin bizim həyatımızda təsiri və bundan necə qurtulmaq olur? Bəzən bir də görsən ki, filan kəslə filan kəs eyni rəqəmdədir, eyni taleyi yaşayır. Bax, bunu mən 16 yanvar öyrədəcəm sizə. Cəmi 20 manatlıq təlimdə. Yəni oradan mən sizi bahalı təlimə çağırmayacağam. Qətiyyən narahat olmayın. Bilirəm, öyrəşmisiniz. Yəni 20-15 manata çağırırlar sizi, sonra deyirlər ki 500 manat, 1000 manatlıq təlimi. Yox, qətiyyən. Yəni çünki heç mən də onu eləmək fikrim yoxdur. Bax, mən sizlə belə 20 manata qəşəng 2 saat mən sizə hər şeyi öyrədəcəm. Nəyi, necə falandır. Onu rəqəmləri və daha sonra istəyən hər kəsə, sırf seminarda iştirak edən hər kəsə sizin öz kodunuza uyğun, öz hesablamanızı ki mən sizə öyrədəcəm. Çox asandır. Hesablamanıza uyğun kodlama hazırlayacağım. O da cəmi 10 manat olacaq. Vəsə. Yəni istəyənin 30 manat xərci çıxacaq, istəməyənin 20 manat kim ki qoşulacaq. Əlavə olaraq da mən mütəmadi olaraq tez-tez hər həftə 2-3 dəfə kodlama satışa buraxacağam. Cəmi 10 manat, 7 manat, 8 manat qiymətini qoyacağam. Narahat olun, mən sizin büdcənizi düşünürəm. Və mənim də belə işləmək daha asandır, daha rahatdır. Çünki böyük kurslarda mən də yoruluram falan. Yəni çox adam da qatıla bilmir imkana görə. Ona görə buradan bir mənfi şey gördüm. Mən sizdən pul kodlama aldım, əksinə gəlirim azaldı. Məndə dirənc nədir? Onu mən bilmirəm. Çünki ilk dəfə də belə mesaj olur. Onu dinləməyə davam edin. Çünki pul kodlaması ümumiyyətlə pulu azaltmır. İnanın ki bizdə nə qədər geri dönüşlər var pul kodlaması ilə. Yəni ən çox nəticə aldığımız kodlamalardan biridir. 16 yanvardan indidən qeydiyyat var. Çox xahiş edirəm. İndidən yazdırın ki, biz bilək sayımız nə qədər olacaq. Çünki sonra qatma qarışıqlığı olacaq. İndidən yazılın. Biz artıq qrupumuz var bizim. Və qrupumuzda qeyd edəcəm və çox maraqlı olacaq. Həqiqətən də sizə söz verirəm ki, çox super olacaq. Arıqlama kodlamasına gəldikdə bir dənə bunu da izah edeyim. Mən özüm əkizlərdən sonra 70-76 kiloyam.
Mən çox dirəndim ki, bu arıqlama kodlamanı satmayım. Həqiqətən çox dirəndim. Çünki adama deyərlər ki, get özün bir 50 kilo ol, WhatsApp-a yazın. WhatsApp 050 614 40 25 bioda var. Story'də də var. Mən özüm dirəndim ki, ay bala, adama deyərlər ki, sən özün 76 kilosan, özün bəzi kilolardan qurtula bilməmiş. Arıqlama kodlamasını nəyə satırsan? Nəysə 1-2 nəfərə belə yaxında satdım. İnanın ki, arıqlama kodlaması ilə biri 10 kilo arıqladı, biri 15 kilo arıqladı. Və mən şokdaydım. Yəni həqiqətən mən dedim bu necə olurdu? Burada artıq bu güc gedir, görünür ki, bu enerji gedir. Məndə olan enerji. Mən şokdayım. Yəni siz ondan necə nəticə alırsınız deyəndə ki, mən özüm axı öz kodlamalarımı dinləmirəm. Mən satışa eləyirəm onu. Yəni mən özüm oturub onu 21 gün dinləmirəm. Bilmirəm, bəlkə ondandır, bəlkə nədəndir, bəlkə mən yeməyi sevən insanam. Amma mənə baxanda çox xahiş edirəm. Mən söyməyin ki, bu arıqlama kodlaması necə satır? Siz istəyirsiniz deyə satıram, valla. İnanın ki, mən onu aylardır dirəndim ki, ayıbdır bəs. Məndə özüm 76 kilo ilə arıqlama kodlaması üst-üstə düşmür də yəni. Ona görə valla, yəni alanlar da nəticə görür. Həqiqətən halal xoşunuz olsun. Yəni prosta dedim ki, mən söyməyəsdim. Dostlar, bu qədər. Öpürəm sizləri. İnşallah ki, bəyəndiniz. Kodlamalarımız hər biri 10 manatdır. Bugünkü toplu duanı alın da, nə olar? Çünki çox bomba bir şey olacaq. Çox 7 manatdır cəmi. Çox super bir şey olacaq həqiqətən də. Yəni 22:00-da düz dekabrın 31-nə qədər təsəvvür edin ki, artıq bizdə neçə nəfər alıb? 250 nəfər bizdə kodlamanı alıb və daha çox təsəvvür edin bir 500-600 nəfər alacaq axşama qədər. Hamısının eyni anda duası və hamımız eyni kanalda olacaq. Çünki mən də artıq o dua eləyirəm də. Yəni mən zaten dua eləyirəm. Yəni mən də açıram o kanalı və hər birimiz o yaradandan bir də kimsə mənə söz verdi ki, sual verdi ki, 100% olacaq. Qurban olduğum o məsləhət bilsə verəcək. Mən kiməm ki? 23:00 kimsə, mən yatıram valla 23:00-da. Ona görə 22:00 yazmışam. Daha bilmirəm, hər kəsə uyğun oldu inşallah ki. Öpürəm sizləri. Orada xüsusi bir dua oxumayacağım. Hər insan hansı duanı eləyirsə özü bilər. Amma orada bir titreşim olacaq da. Hər kəs eyni anda bir şey dinləsə və onu yaradandan istəsə, əlbəttə ki, olacaq. 22:00-da hər gün 22:00-da dinləyirik. Hər gün. Bugün sizə göndəriləcək. Axşam 7-də 8-də mən indi hazırlayacağam. Və axşam 22:00-da 31-nə qədər hər gün dinləyirsiniz. Öpürəm sizləri. Özünüzə yaxşı baxın. İnşallah ki, bəyəndiniz. İnşallah ki, razı qaldınız. Var olun. Sağ olun.